Beyhaqi Şuabul İman, imanın şöbələri bölümündə gətirib bu hədisi. Həsən hədisdir. Baxın bu hədisdə təfsilatlara baxın. Daha genişdir. Deyir, İzə kənə əvvəlü leylətin min şəhri Ramazan futihət əvvabul cinan fələm yuqlaq minhə bəbun vahidun şəhrə kullə. Ramazanın deyir, birinci gecəsi daxil olduqda cənnətin bütün qapıları açılır və bütün ay boyunca onunla heç birisi bağlanmır. Yəni, bütün ay boyunca bütün cənnətin qapıları hamısı açıq qalır. Və gulliqat əvvabun nər fələm yuftəh minhə bəbun vahidun əş-şəhrə kullə. Və cəhənnəmin qapıları bağlanır və ay boyunca o qapılardan heç birisi açılmır. Və gulliqat utədul cin. Və cinlərin asiləri, kibirliləri bağlanır, zincirlənir. Və nədə munədin minəs-səmə kullə leylətin ilə inficari subh. Və Ramazanın hər gecəsi ta ki sübh girənə qədər, sübh açılana qədər, bütün gecələr sübh açılana qədər bir nidaçı nida eləyir. Hər gecə Yə bəğiyəl xeyri yəmmim və əbşir. Eydir xeyr istəyən, buna yönəl, xeyrə yönəl, mən səni müjdəliyirəm. Və yə bəğiyəş şərri əqsir. Ey şər istəyən, şər iş etmək istəyən, dur, etmə bunu. Və əbsir həl min müstəğfirin nəğfiru ləh. Və deyir, mən baxıram, görüm, həmən nidaçı deyir, baxıram görüm, məndən istiğfar diləyən varmı, bağışlanma diləyən varmı, onu bağışlayım. Həl min təibin nətubu aleyh. Heç tövbə eləyən varmı, onun tövbəsini qəbul edim. Həl min də'in nəstəcibu ləh. Heç dua eləyən varmı, onun duasını qəbul edim. Həl min səilin nu'ti sualəh. Heç bir şey istəyən varmı, ona istədiyini verim. وَلِلَّهِ عَزَّ وَجَلَّ عِنْدَ كُلِّ فِطْرٍ مِنْ شَهْرِ رَمَضَانِ كُلَّ لَيْلَةٍ اُتَقَاءَ مِنَ النَّارِ 60,000. Ramazanın hər gecəsi, hər fitr vaxtı, hər iftar vaxtı Allah Azza və Cəllənin cəhənnəmdən azad etdiyi qullar var. 60,000. Fikir ver. Digər hədisdə say gəlmir. Burada isə 60,000 gəlir. 60,000. Allah deyir, Ramazanın hər gecəsi, yəni hər iftar vaxtı, hər gün 60,000 insanı bağışlayır, cəhənnəmdən qurtarır. فَإِذَا كَانَ يَوْمُ الْفِطْرِ أَعْتَقَ مِثْلَ مَا أَعْتَقَ فِي جَمِيعِ الشَّهْرِ الثَّلَاثِينَ مَرَّةً 60,000. Və fitr günü də, yəni artıq bayram günü, Ramazan ayı bitəndən sonra isə deyir, Allah Azza və Cəllə bütün ayda bağışladığı insanların sayından, yəni 60,000 yoxdur, 30 dəfə çox yenə bağışlayır. Hər gün 60,000, artıq Ramazan bitəndə isə onu da 30'a vurur. Bütün o ay ərzində bağışladığı o 60,000'lər yoxdur. 30 gün ərzində 60,000. Onların cəminin 30 qatını da bu dəfə yenə bağışlayır. Allah akbar. Allah Azza və Cəllə bizləri də o 60,000'lərin içindən eləsin. Subhanallah eləzim. Gör Allah Azza və Cəllənin fəzilətinə bax. Allah Azza və Cəllənin rəhmətinə bax. Bizə açdığı xeyir qaplarının sayına bax. Ona görə alimlər həmişə deyir ki, qardaşlar, əgər sən bu Ramazanda bağışlanmayacaqsansa, nə vaxt bağışlanarsan? Xeyir qapıları bu cür bax açılıb, Allah Azza və Cəllənin rəhməti bütün hər tərəfi bürüyüb, cəhənnəmin qapıları bağlanıb, cənnətin qapıları açılıb, Allah Azza və Cəllə hər gün cəhənnəmdən müəyyən şəxsləri azad eləyir. Bu orucu sən Allaha imanla, əcrini Allahdan umaraq tutarsansa, Allah Azza və Cəllə sənin keçmiş günahları bağışlayır. Təravih namazlarını qılarsansa, Allah sənin keçmiş günahları bağışlayır. Qədir gecəsə durarsansa, Allah sənin keçmiş günahları bağışlayır. Gör, üst-üstə nə qədər əcr, üstə əcr, əcr, üstə əcr. Bağışlanma, üstə bağışlanma, bağışlanma, üstə bağışlanma. Bu bağışlanmaların içərisində sən bağışlanmasan, bəs nə vaxt bağışlanacaqsan, qardaş? Allah Azza və Cəllə bizlərə bağışlanan qullarından etsin.